Hörmətli konqres iştirakçıları, hər birinizi salamlayıram. Konqresə dəvət etdiyi üçün başda valiyyət doktoru olmaqla digər təşkilat üzvlərinə təşəkkürümü bildirirəm və konqresə uğurlar arzulayıram. Mənim bugünkü mövzum böyüklərdə transplantasiya qədər kəskin mieloid leykozlarda relapsın idarə olunmasındandır. Kəskin leykemiya nədir? Periferik qan sümüyü və digər toxumalarda mieloid blastlarının artışı ilə gedən heterogen, genetik quruluş və kompleks klonal dəyişikliklə xarakterizə olunan hemopoietik kök hücrə xəstəlikləridir. Bunlar böyüklərdə rast gəlmə tezliyi, kəskin leykemiyalar bütün xərçənglərin 1%-ni, xərçəngə bağlı ölümlərin isə 2%-ni təşkil edir. 10 yaş altı uşaqlarda rast gəlinir 10% hallarda və ümumiyyətcə dünya üzrə Amerika və Avropada rast gəlmə tezliyi 100 min nəfərdə 3-5 hal olaraq bildirilir. Orta diaqnostika yaşı 67-dir və yaşla birlikdə rast gəlmə tezliyi də artmaqdadır. AML-nin təsnifatına nəzər yetirsək, burada ICC, LN və Ümumdünya Səhiyyə Təşkilatının 2022 klassifikasiyasında bəzi məqamlarda dəyişikliyi olmuşdu ki, onları diqqətinizə çatdırmaq istəyirəm. ICC, LN klassifikasiyasında blast faizinin 10%-nin üzərinə çıxarılması göstərilib. TP3 53 mutasiyası ilə birlikdə rast gələn AML 2022 Ümumdünya Səhiyyə Təşkilatı təsnifatında qeyd olunmayıb. AML ilə əlaqəli MDS, gen mutasiyalar, histogenetik anomaliyalar ICC və LNS təsnifatına daxil olunub, amma Ümumdünya Səhiyyə Təşkilatı təsnifatında bu AML MDS kimi qeyd olunub. Digər təsnifat qrupları demək olar ki, eynidir. Təsnifatda diqqəti daha çox nə cəlb edir ICC təsnifatında? Burada AML-də təkrarlanan genetik anomaliyalar aşkar olunarsa, bu AML genetik anomaliyalarla birlikdə olan qrupa aid olunur. Əgər TP53 mutasiyası aşkar olunursa, bu zaman blast faizinə baxılır. 10-19% blast aşkar olunarsa, bu MDS AML TP53 mutasiyası ilə birlikdə gedən tip. Əgər 20% üstündə blast aşkar olunursa, bu artıq TP53 ilə birlikdə olan AML kimi dəyərləndirir. Bu eyni zamanda digər MDS somatik mutasiyalarına və histogenetik anomaliyalarla birlikdə rast gələn variantlarda da təsnifatda qeyd olunur. Buradakı fərq sadəcə 10-19% blast aşkar olunarsa MDS AML, əgər 20% üzərində rast gəlinərsə, bu zaman AML MDS ilə əlaqəli gen mutasiyaları tiplərinə ayrılır. Niyə görə biz AML-nin genetikasına bu qədər önəm veririk? İstər təsnifat olsun, istər müalicəsində. Bu, həm xəstəliyin təsnifatında yerini göstərir, proqnostik önəmini göstərir və müalicə seçimində də əhəmiyyət daşıyır. Həm klassik genetikanın, həm müxtəlif gen mutasiyalarını özündə birləşdirən genetika müalicəyə direncinin də ən önəmli proqnoz göstəricisidir. Belə ki, KML-də 50-dən çox klonal xromosom anomaliyası və 150-dən çox da genetik mutasiyaya rast gəlinir. Bu təsnifat risk skorlama təsnifatıdır ki, günlük praktikdə çox hematoloqların qarşılaşdığı bir risk təsnifatıdır. Bu təsnifat LN tərəfindən 2017-ci ildə ilk dəfə tərtib olundu və daha sonra 2022-ci ildə modifikasiya olundu və bu təsnifatda xəstələr genetik mutasiya rast gəlməsinə görə yaxşı, pis və orta və pis proqnostik kriteriyalara bölündülər. 17 ilə 22 arasındakı fərq nədən ibarət olmuşdur? 17-ci il LN təsnifatında biallelik mutasiya CPA 22-ci ildə sadəcə bizip mutasiya CPA ilə əlavə olundu. NPM1 mutasiyası ilə rast gəlinən FLT3-ün pozitiv olub-olmamağından asılı olmayaraq 2017-ci ildə yaxşı skorlama sistemində idisə, 2022-ci ildə burada sadəcə NPM1 FLT3 ilə birlikdə olarsa, bu yaxşı proqnostik qrupa əlavə olundu. İkinci dəyişiklik nədən oldu? Wild tip NPM həm istər FLT3-ün pozitiv olmağına, negativ olmağına asılı olmayaraq ikinci tipə daxil, yəni xoş xəstəli orta risk qrupuna daxil edilmişdir. Amma sonradan wild tip NPM1 və FLT3-ün pozitivliyi bir yerdə pis proqnostik kriteriyadan orta qrupaya əlavə olundu. Pis proqnostik qrupada AML üçün xas olan, daha doğrusu MDS üçün xas olan somatik mutasiyalar RANX1, ACLX1 sadəcə pis proqnostik qrupa aid edilmişdirsə, sonradan bu mutasiyalara RANX1, SFR3B1, SFRC2 və s. kimi də əlavə olundu. KML xəstəsini müalicə etdik və bizim müalicədə uğur göstəricimiz təbii ki,
müalicəyə cavab kriteriyalarından asılıdır və digər cavab tam remissiya olsun, parsial olsun, morfoloji leykemiyasız sağalma və s. kimi klinik cavablardan danışmaq yox, relaps və reflakterikdən danışmaq istəyirəm. Relaps tam remissiyadan sonraki təkrarlama sümük ilində blast sayısının 5%-dən və ya ən az 2 həftə arayla 2 periferik qan nümunəsində blastların yenidən görünməsi və ya ekstramedural xəstəliyin inkişafı deməkdir. Reflakterlik isə hədəflənmiş müalicə, yəni sonlanma nöqtəsinə çatmamaq deməkdir. Ən az 2 kurs intensiv induksiya terapiyasına və ya aşağı intensivlik müalicə alan xəstələrdə də 180 gün sonra tam remissiya əldə oluna bilməməsidir. Biz relapsdan nəyə görə bu qədər ehtiyat edirik? Çünki gənc xəstələrin 70-80%-də remissiya əldə edilməsinə uyğun konsultasiya müalicələr tətbiq olunmasına baxmayaraq 50-70% hallarda relaps baş verir. Xüsusən relapslar ilk 2 il ərzində baş verir, amma xüsusilə birinci ildə daha çox rast gəlinir. Və təbii ki, nüksdən sonraki müalicələr də uğursuzluğu yetərincə olunmur və qeyri-kafi olur müalicə effektləri. Nüks inkişaf edən xəstələrdə standart bir, belə deyək, qızıl müalicə rejimi yoxdur. Yalnız 50% hallarda tam remissiya əldə oluna bilir və ikinci remissiya müddətləri isə qısa olur. Bu xəstələr üçün orta yaşam müddətləri 3-12 aydır. Transplantasiya edilə bilən ikinci tam remissiya əldə olmuş xəstələrdə uzun müddətli yaşam 5-10%, ikinci tam remissiya sonrası transplantasiya edilə bilən xəstələrdə isə 3 illik yaşam faizi 10-40% arasında qeyd olunur. Relapsın idarə olunmasında nələri bilməliyik? Relaps riskli nələr müəyyən edir? Relapsdan sonra ikinci tam remissiya əldə olunmasına təsir edən faktorlar nələrdir? Relaps refleksir xəstələrdə hansı müalicə üsulları istifadə olunmalıdır və bu sahədəki yeniliklər nədən ibarətdir? Ekstramedular relapslar. Relaps riskini müəyyən edən az öncə qeyd etdiyim genetik mutasiyalardır ki, bu LN təsnifatında az öncəki qrafik təsvirin bir digər variantıdır. Burada nüks zamanı elə məlumatlar əldə oluna bilər ki, əvvəl ilk müalicədən öncəki rast gələn genetik mutasiyalar ola bilər ki, başda olmasın, ancaq müalicənin sonrasında relaps dövründə yeni mutasiyalar əmələ gəlsin və yaxud da ki, itirilmiş olsun. Və bu baxımdan da xəstəliklərin yüksək, orta və aşağı risk qruplarında bölünməklə yaşam müddətlərinə də təsir göstərir. 5 illik yaşam müddəti yaxşı qrupda 70%, orta qrupda 48%, pis qrupda isə 15% olaraq göstərilir. Digər təsir edən faktor ilk remissiyanın əldə olunma vaxtı. Əlbəttə ki, ümumiyyətcə 12 aydan tez nüks olan xəstələrdə müalicə ilə remissiya əldə etmə ehtimalı 12 aydan sonraki nüks olan xəstələrə görə daha azdır. Və bu, təbii ki, 1 ildən tez nüks edən xəstələr pis proqnostik qrupa aid olan xəstələrdir. Yaş xəstələrdə xəstəliksiz sağ qalma nisbətləri artmış olsa da, ailə yaşlı xəstələrdə proqnozda əhəmiyyətli bir yaxşı baş verməmişdir. Bunun da səbəbi pis performans vəziyyəti, komorbid xəstəliklərin olması, əvvəlki mövcud olan miodisplaziyalar, mənfi genetik xüsusiyyətlər, müalicə ilə əlaqəli meydana gəlmiş ailə və çoxlu dərman müqaviməti və s. kimi bunlar yaşlı xəstələri standart induksiya kemoterapiya üçün uyğun namizəd etmir. Və bu da təbii ki, ortalama sağ qalımda mənfi təsir göstərir. Öncəki müalicələr xəstə nə qədər çox kimyəvi dərman müalicəsinə məruz qalarsa və kimyəvi dərman müalicəsi sonra baş verən hər bir relaps əldə edə biləcək remissiya nisbətini azaldır. Bu eyni zamanda transplantasiya üçün də keçərlidir ki, transplantasiyadan sonraki relaps kimyəvi terapiyadan sonraki relapslara nisbətən daha pis proqnostik əhəmiyyət kəsb edir. Müalicə öncəsi xəstənin performans vəziyyəti də önəmlidir. Fit və anfit xəstə, buna görə də fit və anfit xəstələrə uyğun olaraq müalicə protokolları təyin olunur. Çoxlu dərman müqaviməti dediyimiz vəziyyət isə xüsusən bu dirənç və relapslı xəstələrdə ən vacib faktorlardan biridir. Xüsusən MDR1 genini kodladığı P-glikaprotein hücrəyə daxil olan dərmanların sürətlə xaricə pompalayaraq bir müqavimət mühiti yaradır. Həmçinin leykoz hücrələrində sitoksikliyə qarşı müqavimətini artıran topoizomeraz, glutathion sintez fermentin fəaliyyətində artma, apoptosis müqavimət genlərində xüsusən BCL2-nin fəaliyyətində artım müşahidə olunur və bu da dərmana qarşı müqaviməti artırır. Digər səbəbləri yüksək leykosit sayını, ikincili leykoz, serum LDH-lı səviyyələrin yüksək olmasını göstərə bilərik və təbii ki, MRD tam remissiya əldə edildikdən sonra qalıq leykemik hüceyrə sayısının 0,5%-dən yuxarı olması əhəmiyyətli bir relaps ehtimalı yaradır.
İkinci sualımız belədir ki, relapsdan sonra ikinci tam remisiyanın əldə olunmasına təsir edən faktorlar nələrdir? Bunlar da əlbəttə eyni birinci relapsdan sonraki amillərlə eynidir. Birinci tam remisiya müddəti, xəstənin risk qrupu, yaşı, ilkin müalicəyə müqaviməti, LDH səviyyəsi və s. Lakin burada ikinci ən mühüm səbəb amil birinci tam remisiya ilə relaps arasındakı vaxtdır. Xüsusən 6-12-ci ay götürülür. Əgər 24 aydan sonra relaps aşkar olunarsa, yüksək doz arası tərkibli rejimə bu halda 55-60% tam remisiya cavabı verilə bilər. Əgər 12-24 arasında baş verirsə, tam remisiya 40-50%, 12 aydan qısa müddətdə baş verəndə isə cavab yalnız 10-20% olur. Bu da remisiyalar arasındakı, relaps remisiya arasındakı müddətin əhəmiyyətini göstərir. Relaps refraktor xəstələrdə müalicə rejimi hansı müalicə rejimlə istifadə olunmalıdır? Yeniliklər nədən ibarətdir? Burada bildiyimiz müalicə rejimləri, reduksiya və konsolidasiya rejimləri ardından kök hücrə transplantasiyası ilə bitən mərhələlərdən ibarət olur. Refraktor əməliyyələr üçün protokollara baxdıqda əksər hallarda yüksək doz arasi tərkibli protokollar olur. Amma bu tək ajan arasi olan rejimlərdə 20% nisbətində tam remisiya əldə olunmuşsa da antrasiklin əlavə edildikdə bu remisiya faizləri 50%-in üzərində olur. Reduksiya protokolları FLAG, FLAG-IDA, EMA, ADE, metaksantrol FLAG, high-doz arasimetoksin və s. kimi protokollardır və konsultasiya məqsədi ilə isə 2-3 ardıcıl bu reduksiya protokollarından ibarət ola bilər. Xüsusən relaps xəstələrdə yeni müalicə üsullarından, relaps refraktor ameliyat xəstələrdə yeniliklərdən danışmaq istəyirəm. Bu yeniliklər daha çox 2017-ci ildən FDA tərəfindən bu xəstələr üçün təsdiqinə icazə verilmiş bəzi dərmanların istifadəsindən sonra daha bir müsbət nəticələr əldə olunmuşdur. Bu, belə bir qrafikdə xronoloji ardıcılığı görsək, məsələn, 2017-də enasidinib, midastavrin, 2018-də giltiratinib, venetaklaz, sonuncu 2023-cü ildə revimenid, quzartinib və s. kimi dərmanların tətbiqi artıq relaps xəstələrdə OS faizlərini yüksəltməyə kömək edib. Kamilin müalicəsindəki yeniliklər, yəni bu müalicələr hansı etaplarda və yaxud da hansı dərman komplekslərdən ibarətdir? Burada son çalışmalar hədəfli müalicələr, immunoterapiyalar, epigenetik modulatorlar, gen redaktası və RNA əsaslı müalicələr, angiogenez terapiyaları, kiçik molekul inhibitorları, menin inhibitorları kimi kombinasiya müalicələri və kök hüceyrə transplantasiyasının yaxşılaşdırılması mərhələlərindən ibarətdir. Yəni bu seçimlərimiz hələ ki bu dərmanlar istiqamətindədir və gördüyünüz qrafikdə 60-dan çox AML müalicəsində istifadə olunan dərman göstərilib. Əsas hədəf müalicəsindən danışmaq istəyirəm bu paneldə, məruzəmdə daha doğrusu. Hədəf müalicəsi kimi FLT3 mutasiyalarından öncə qeyd edim ki, FMC bənzəri tirozin kinaz reseptor, tirozin kinaz ailəsinin bir üzvüdür. Sıxlıqla MPN1 mutasiyası birgə rast gəlinir və əməli xəstələrin %30-unda müşahidə olunur. Onun da iki tip mutasiyası var. FLT3 ITD 25% hallarda, KTD variantı tirozin kinaz domen mutasiyası isə 5% hallarda rast gəlinir. FLT3 inhibitorları iki nəslə ayrılır. Birinci nəsil inhibitorları çoxsaylı kinaz aktivliyinə malikdirlər ki, bu kinaz aktivlikliyi də antileykemik təsirləri FLT3-ün və paralel yolların inhibə edilməsindən ibarətdir ki, bu da eyni zamanda çoxsaylı yollara təsir etdiklərinə görə off-target təsirləri çox olur və bu da artırılmış toksisliyə səbəb olur. Bu səbəblərdən də bunların yarı ömürləri də qısa olduğu üçün klinik gücü məhduddur. Bunlara lestorutinib, midastavrin, sorafenib, sunitinibi göstərmək olar. İkinci nəsil FLT3 inhibitorlar isə daha yüksək selektivlik və inhibedici aktivlik göstərirlər ki, bunların da bu səbəbdən yüksək klinik potensialı və böyük, daha az off-target təsirlərə malikdirlərdir. Bunlardan da quzartinib, krelanib, giltarinib göstərmək olar. FLT3 inhibitorlarının istifadəsi ilk diaqnoz qoyulan xəstələrdə istər intensiv kimyoterapiya uyğun olan, istər intensiv olmayan, kimyoterapiya uyğun olmayan xəstələr, relaps refraktor xəstələrdə, transplantasiyası öncəsi körpü terapiyası və yaxud saxlayıcı terapiya kimi də istifadə oluna bilər. Bu nəslə aid olan tip 1 peros FLT3 inhibitoru giltiratinibdir. Exosbat adı ilə
belə deyək, bazarda təqdim olunur dərman preparatı olaraq. FCA tərəfindən 2018-ci ildə istifadəsinə razılıq verilib. Relapse refraktor FLT3 xəstələrində yüksək cavab nisbətləri göstərir. Güclü tərəfləri həm ITC, həm də TKD mutasiyalarına qarşı təsir göstərməlidir. Bunların xəstələr tərəfindən yaxşı toler edilir və yan təsirləri daha az olur. Gün dozalaması 120 mg dozada olub, bəzən fərdi hallarda maksimum 300 mg qədər qaldırıla bilər. Eyni zamanda transplantasiya öncəsi və bridge terapiya və sonrasında saxlayıcı terapiya kimi də istifadə oluna bilir. Gilteratinibi bizə belə deyək, istifadəsinə qazandıran faz 3 çalışması Admiral çalışması olmuşdur ki, bu çalışmada da 371 xəstə çalışmaya alınıb ki, onlardan da gilteratinib qrupunda ümumi sağ qalım 9,3%, tam remisiya 34%, salvage qrupda isə ortalama sağ qalım 5,6%, tam remisiya 15,3% olmuşdur. Və bu iki il ərzində görülən yan təsirlər də kontrol edə bilən yan təsirlər şəklində olmuşdur. Digər gilteratinib çalışmaları gilteratinibin kombinasiya şəklində olan çalışmalarıdır ki, burada istər gilteratinib monoterapiya, istər azetizinlə birlikdə və yaxud salvage qrupla müqayisə aparılır və burada ortalama sağ qalımlar göstərilir ki, gilteratinibin azetizinlə olan qruplarda tam remisiya ehtimalları 56%, digər azetizinin öz qrupunda olan monoterapiyalarda isə daha az 26% göstərilir. Kombinasiya terapiyalar dublet, yəni ikili və üçlü terapiyalar şəklində olur. Üçlü terapiyalarda olan FLT3 mutasiyalı xəstələrin idarə olunması daha çətindir. Çünki burada 3 artıq dərmandan istifadə olunur. Toksikliyin də nəzərə alınmalıdır. Lakin buna baxmayaraq bunun da effekti üçlü terapiyalarda, belə deyək, FLT3 əlavə olunan qruplarda tam remisiya ehtimalları 93% qeyd olunmuşdur. Digər bir FLT3 inhibitoru quizartinibdir. Bu da Peros 2-ci nəsil güclü seçici təsir olan malik inhibitordur. 2023-cü ildə istifadəsinə razılıq verilib. Bu həmçinin monoterapiya, induksiya və konsultasiya terapiyalarında digər sistem kompleks müalicələrin tərkibində də istifadə oluna bilər. Və quizartinibi qazandıran çalışmalar Quantum First Phase 3 çalışması. Bu çalışmada 539 xəstə daxil edilib və bu xəstələrdən plasebo qrupunda ümumi sağ qalma 15,1%, quizartinib üçün 31,9%, median ortalama sağ qalma isə 16,8% olmuşdur. Digər çalışmalar Quantum R çalışmasıdır ki, burada da yenə də quizartinibin monoterapiya və salvage kemoterapiyalarla müqayisəsində aparılıb və burada da ortalama quizartinib qrupunda xəstəliksiz ortalama sağ qalım 6,2%, salvage kemoterapiya qrupunda isə 4,7 ay üzr istəyirəm olmuşdur. Quizartinib kombinasiyalı çalışmalar aparılmış, azetizinlə olan və yaxud da low doz arası ilə, aşağı dozlu arası ilə olan çalışmalardır. Bunlarda da tam remisiya ehtimalları azetizin qrupunda kompleks müalicədə 41%, low doz arası qrupunda isə 29% olmuşdur. Digər bir çalışma quizartinibin doz çalışması, yəni 30 min yoxsa 60 min mg istifadə olunmasıdır. Burada nisbətən 60 mg olan qrupda median kompleks remisiya, yəni tam remisiya ehtimalları daha demək olar ki, eyni göstərilmişdir. Digər hədəf müalicələrində istifadə olunan, daha doğrusu FLT3 digər müalicə metodları EDH1, EDH2 mutasiyası aşkar olunan xəstələrdə, hansı ki 6-10% hallarda rast gəlinir, müalicə üsullarıdır. Bu da 2017-ci ildən etibarən artıq bu dərmanların da enasidenib, evasidenib bunların istifadəsinə FCA tərəfindən razılıq verilmişdir. Bunlardan enasidenib mutasiya uğramış EDH2 inhibitor olaraq oral inhibitordur. 2017-ci ildə FCA tərəfindən təsdiqlənib. Bunların təsdiqini göstərən faz 1-2 çalışmalarında median ortalama sağ qalım 5,8 ay enasidenib qrupunda
tam remisiya əldə edilən AML xəstələrdə isə 19.7% olmuşdur. Ivosidenib də mutasiya uğramış EDH1 oral inhibitordur ki, bu da 2018-ci ildə FCI tərəfindən təsdiq olunub. Faz 1 monoterapiya çalışmasında 179 xəstə sınağa daxil olunub ki, bunlardan da tam remisiya 21 tam cavab 20.8%, median olsa isə 8.8 ay olmuşdur. İDH inhibitorlarda öz növbəsində monoterapiya və yaxud da ki, kompleks terapiya şəklində, yəni digər dərmanlarla birlikdə istifadə olunub. Xüsusən 60 yaş altı fit xəstələrdə steroidin, antrasiklin, induksiyon konsultasiyon terapiya ilə ardından ivosidenib və yaxud da ki, venetoxal kombilə müalicələri göstərən çalışmalar var və yaxud da ki, 65 yaş üstü amfit xəstələrdə də yenə hipometroloji ajanlar və venetoxaksla birlikdə kompleks müalicəsində göstərən klinik çalışmalar mövcuddur və bu çalışmaların yekun nəticəsi olaraq EDH mutasiyası aşkar olunan xəstələrə əlavə etdikdə bu inhibitorlar ümumi ortalama sağ qalım ehtimalları artıb. Deyək ki, xəstə müraciət etdi, aşkar etdik, xəstədə FLT3 mutasiyası fit xəstədir. Bu xəstələr üçün dərhal HLA fenotipləmə aparılır, yəni çünki bunlar gələcəkdə sümüyü transplantasiya üçün namizəd ola bilərlər. Əgər FLT3 mutasiyası aşkar olunubsa xəstədə o zaman giltiratinib bazlı tədavilərə, əgər aşkar olunmayıbsa o zaman salvej kemoterapiya. Öncəsində hematopoietik kök hücrə transplantasiyası olmayıbsa transplantasiya keçirilir, əgər olunubsa dialay və yaxud ikincili transplantasiya barəsində düşünülür. FLT3 mutasiyası aşkar olunmayan, lakin EDH1, EDH2 mutasiyası olan xəstələrdə də təbii ki, o inhibitorları əgər aşkar olunmursa, bu zaman aşağı intensivli terapiyalar, hipometroloji ajanlar, low-doz arası, venetoclax və yaxud da steroidaktiv terapiyaya keçirilir. Digər dərman istifadə olunan anti-antikor müalicələr gemtuzumab azigamitsin CD33 antikoruna qarşı təqdim olunan dərman preparatıdır ki, ilkin olaraq 2000-ci ildə istifadə verilir, lakin venokluziv xəstəlik riski yaratma səbəbindən 2010-cu ildən artıq bazardan çıxarıldı və 2017-ci ildə yeni VAP dozaj cədvəli ilə istifadəyə geri qaytardı. Xüsusən relaps refraktor əməliyyələrdə istifadəsindən sonra 26% tam remisiya ehtimal nəticələri göstərdi və transplantasiya düşünülən xəstələrdə venokluziv xəstəlik olma ehtimalı nəzərə alaraq ehtiyatla istifadə olunmalıdır. Digər yeni dərman preparatları menin inhibitorlarıdır ki, bunlar da bildiyimiz kimi NPM1 və KMT2 mutasiyalardır ki, bunlar da hər ikisi pis proqnostik qrupa LNS korlamasında o qrupa aid olunur. Bunların təsir mexanizmi nədən ibarətdir? Bu pozitiv olan xəstələr kəskin leykemiyalarda leykomogenez üçün kritik olan HOXA9, MyCS9 transkripsiya proqramını hədəfləyən, hazırda klinik inkişafda olan yeni və perspektivli agentlərin istifadəsini nəzərdə tutur. Təsir mexanizmi də menin KMTA kompleksinin pozulmasına əsaslanır ki, bu da aməli hücrələrində diferensiasiya apoptoza səbəb olur. Bugünə qədər yeni dərman sinifi həm tək başına, həm də sinergetik dərmanlarla kombinasiyalı faz 1-2 çalışmalarına sınaqlardan keçirilmişdir. Və təkcə indiyə qədər təsdiqini FDA tərəfindən təsdiqini tapmış revonimibdir ki, bu da oral KMT2 menin inhibitorudur ki, KMT2 və menin arasında qarşılıqlı əlaqəni seçici şəkildə pozur və burada bunu təsdiqləyən çalışmalar Argument 101-102 çalışmalar olmuşdur ki, burada da ortalama ümumi sağ qalma 7 ay olmuşdur ki, noyabr 2024-cü ildən artıq refraktor relaps kamellərdə və 1 yaş altı uşaqlarda istifadəsinə razılıq verilib. Ziftomenib, yenə bu da menin və KTM2 zolal protein qarşılıqlı təsirini hədəfləyən başqa bir menin inhibitorudur ki, o da Comet 101 və 107 çalışmaları ilə faz 2 çalışmaları davam olunur. Yekun dəyərləndirmə nədən ibarətdir? Yeni diaqnoz qoyulmuş AML xəstəsi gəldi. Bu xəstənin intensiv kemoterapiyaya uyğun olub, yəni fit xəstə olması və yaxud da anfit olması, intensiv terapiyaya uyğun olmaması dəyərləndirilir. Əgər cord-bind faktor əks olan xəstələr varsa, bu zaman onlar intensiv kemoterapiya və artı gemtuzumab ozogomitsin qrupuna daxil edir. FLT3 mutasiyası varsa intensiv kemoterapiya və inhibitorlarına, ikincili AML-dirsə CFX351 terapiyasına, yüksək mutasiyası olan xəstələrdirsə, bu da yenə hipometroloji ajanlar və venetoclax müalicəsinə daxil olunur.
Və bu yekunda bütün bu xəstələr intensiv kemoterapiya sonrası fit xəstələr allogenik MRD neqativ olduqdan sonra allogenik kök hücrə nakilinə namizəddirlər. Amfit xəstələr isə yenə FLT3 inhibitorun pozitiv ADH FLT3 mutasiyasının ADH mutasiyasının pozitiv olmasından asılı olaraq yenə hipometroloji ajanlar və nataklaks və bu mutasiyaların inhibitorlarının əlavə olunması ilə müalicə kompleksinə daxil oluna bilir. Gələcək perspektivlər üçün yekunda nə etməliyik? Erkən diaqnoz və nəzarət, relaps leykemiyanın erkən aşkar olunması xəstə nəticəni yaxşılaşdırmaq üçün vacibdir. Klinik qiymətləndirmə və molekulyar profiling vasitəsilə müntəzəm nəzarət vacibdir. Yəni, nə qədər erkən aşkar olunarsa, o qədər şansımız var deməkdir. Fərdləşmiş yanaşma xəstənin genetik mutasiyaları, yaşı, ümumi sağlamlıq vəziyyəti, əvvəlki müalicələrə verdiyi cavab nəzərə alınaraq fərdləşmiş bir yanaşma tətbiq olunmalıdır. Müalicə strategiyaları əməliyyatda konkret, yəni bir qızıl standart müalicəsi olmadığı üçün burada kimyoterapiya, hədəf terapiyalar, hematopoietik kök hücrə transplantasiyasının birləşməsini əhatə edən müalicə üsullarından istifadə olunmalıdır və bu xüsusən bu müalicələrin kompleks şəkildə tətbiq olunması daha gələcəkdə daha yüksək ortalama sağ qalma ehtimallarını artırır. Davamedici tədqiqatlar, immunoterapiyalar, karta hücrə terapiyası və yeni dərmanların inkişafı, bu dərmanların kompleks müalicə rejimi tətbiqi təkrarlanan amildə yaxşı nəticə əldə etmək üçün yol açır. Diqqətiniz üçün təşəkkür edirəm. Çok teşekkür ederiz.